Bilirsiniz ki, akademiya üçün bu il çox vacib illərdəndir, 80 illikdir və hesab edirəm ki, Heydər Hüseynovun aid olan bu təqdimat Arzu xanımın kitabı ilə çox vacib bir işdir və sözü İsa mərhumdur. Teşekkür ederim. Hürmetli İlhan Müəllim, hürmetli tədbir iştirakçıları, ben bugün buradaki vacib məsələ üçün iştirak edirəm. Şübhəsiz ki, birinci məsələ ilə Arzu xanımın kitabıdır və Arzu xanımın ikinci kitabını oxuyuram bu arada, bəlkə yine var. Mən Akademiyanın 70 il yükləyində Akademiyanın təsisləri seriyasından çap olunan 15 kitabın içərisində Arzu Hacıyevanın da Heydər Hüseynov haqqında kitabını okumuştum. Onun yaranmasında iştirak etmiştim və o prosesləri axır qədər izləmişdim. Hesab edirəm ki, Arzu Hacıyevan Heydər Hüseynovun Akademik Heydər Hüseynovun haqqında yazdığı kitab. Birinci kitab onun sözü nəsil mənasında pasportuna çevrilmişdi. Həyatını, fəaliyyətini bütün yollarıyla göstərebilirdi. Xüsusən Arzu xanım daha çox onun həyatının, faciəli məqamlarının da araşdırılmasına, aydınlık gətirməsinə də ciddi fikir vermişdi. Ona görə kitab dolğun, aydın, çətin ömür yaşamış, faciəli ömür yaşamış, amma şərəfli ömür yaşamış bir insan haqqında təsəvvür yaradılmışdı. Bu kitabı alarkən fikirləşdim ki, yəqin ki, Arzu xanım həmin kitabı təkmilləşdirib və yenidən nəşr edib, ama kitab artıq tamam yeni kitabdır. Yeni kitabdır, o Akademik Heydər Hüseynov'u düşündürən məsələlər, onun ətrafında fəlsəfə ilə bağlı olan aktual məsələlər barədə bu kitabda çox faydalı, qiymətli fikirlərlə sürüb, təhlillər aparıb, ümumiləşdirmələr verib, ona görə yeni kitab. Buradakı bir neçə məsələ xüsusilə diqqətimi cəlb elədi. Onlardan biri Heydər Hüseynovun fəlsəfə fikir tarixini dövrləşdirməsi ilə bağlı oldu. Arzu xanım bundan qabaq kitabında ona mən rast gəlməmişdim. Bəlkə diqqətimi cəlb eləməyib. Dövrləşmə bizim aktual məsələmizdir. Bizdə ədəbiyyat tarixinin dövrləşməsi artıq 10 cilt yeni dövrləşməsi arasında kitab çap edilir, 8-ci cilt çıxırındı. Tarixin dövrləşməsi haqqında rəissiyyət heyətində məsələ müzakirə edilir, böyük müzakirələr vardır. Musiqi şanslarının dövrləşməsi haqqında Zemfir Hacıyevanın kitabı vardır. Bu bizim üçün aktual məsələdir. Bu məsələ necə baxılır tarixdə də bizim sərəflərimiz mənim üçün son dərəcə qiymətli idi. İlk dəfə Akademiyanın təsisləri içərisində ilk dəfə bu əsərdə gördüm ki, Arzu xanım Heydər Hüseynovun fəlsəfi fikir tarixinin mərhələləri
dövrləşməsi barədə fikirlərini də oxucuya təqdim edir. Arzu xanımın təqdimatında Heydər Hüseynovun fəlsəfənin 4 dövrə bölməsini gördüm. Birinci, şübhəsiz ki, ideolojik tərəfləri də içərisində var. Amma dövrləşmək özü erməni sistemi yanaşma başlamızdadır. O, Sovet ideologiyası içərisində dövrləşmə aparmaq ideologiyasız da mümkün deyil. Başa çıxmaq dövrləşmək təşəbbüs kimi son dərəcə qiymətlidir. Birinci, antik dövr. Bu, mən qədim dövrlərdən 7-ci əsrə qədərki dövrü əhatə edir. İkinci, feodalizm dövrü fəlsəfə fikri tarixi yazıb, 7-ci əsrdən 19-cu əsrə qədər dövrü əhatə edir. Burasını deyim ki, tarixçilər feodalizm 3-cü əsrdə götürürlər. Heydər Hüseynov 7-ci əsrdən feodalizm dövrünün fəlsəfə fikrini yalan eləməyi mənim üçün son dərəcə əhəmiyyətlidir. Çünki mən tarixin nə zaman çox təsdiq edilməsi zamanı Marksın formasiyalar nəzəriyyəsinə istinad edilərək müəyyən etdiyi dövrləşmədən çıxış edildiyini düşünürəm. Çünki feodalizm heç də bütün ölkələrdə eyni vaxtda baş verməyib, yaranmayıb. Və Azərbaycanda feodalizm haqqında 3-cü əsrdə feodalizmi danışmaq bəlkə izlərini tapmaq olar çətindir. O, inkişaf etmiş Avrupa ölkələrinə aid olan təsnifatdır. Buna görə mən Heydər Hüseynovun bölgüsünün daha məqsədə olduğunu hesab edirəm. 7-ci əsrdən sonra feodal dövlətlərin yaranması, şəhərlər, feodal şəhərlər və s. daha inandırıcı mənə görsənir. Özdə bir tarixin dövrləşdirərkən də qədim dövrü 7-ci əsrə qədər götürmüşük, sonraki dövrü 7-ci əsrdən sonra, çünki pedagogik 7-ci əsrə meydana gəlib, anadolu dastan meydana, bizim də bölgümüzdə 7-ci əsr olsa var. Bu mənada Heydər Hüseynovun fikrimiz birbirini tamamlayır. Məncə elmidir. Üçüncü mərhələni çox tədqiqatçılarımız 19-cu əsrə, yeni əsr kimi götürüb, kapitalist məhsulları yaranması kimi onu səciyyələndirib, eyni zamanda Heydər Hüseynovun 19-cu əsri ayrıca bir mərhələ kimi qeyd edib, 19-cu əsr ayrıca bizim nəzərimizdə müharibçilik dövrüdür. Amma Avropanın nəzərində Marksın formasiyalar nəzərisində kapitalizm dövrü. 17-18-ci əsrlər, 19-cu əsr kapitalizmin yaranması inkişaf dövrüdür. Biz ama yeni dövr, yəni müharibçi dövr kimi başlaşıyor. 19-cu əsr Azərbaycan dövrləşmə tərəfdarları da 19-cu əsri vahid sistem kimi, ayrıca mərhələ kimi görürlər. Burada da Heydər Hüseynov başlarımızda yaxınlıq var, eynilik vardır hətta. Ancaq adı, əsr eyni də adında fərqi var. Üçüncü mərhələnin, dördüncü mərhələ Stalin rəhbərliyi altında şübhəsiz kimi yazılır. Böyük Stalin rəhbərliyi altında Bolşevizm hərəkatının başlanması və inkişafı, burada Sovet dövrünün yaranmamışdan və Bolşevizm hərəkatının yaranması 20-ci əsrin əvvəllərində və ta Heydər Hüseynovun vəfatına qədərki olan dövr. Burada öyrənməli şeylər dediyim kimi çoxdur, amma həm də mənim üçün orası qiymətlidir ki, elmi, ümumiyyətlə, sistemli şəkildə öyrənmək üçün onu mütləq dövrləşmək lazım, dövrləşdirmək, basamaq lazımdır. Onun üçün aydın konsept olmalıdır. O demək ki, akademik Heydər Hüseynov da fəlsəfə elminə dair, dünya fəlsəfiklinə dair, Azərbaycan fəlsəfəsinə dair aydın baxışlar ifadə edən konsepsiya olub və eyni zamanda bu mərhələləri bölərkən əlbəttə ki, dövrün siyasi ideoloji nəzərlərini bərlənib, amma elmi reallıqlarında nəzər alıb çətin şəraitdə. Bir. İkinci kitabda xoşuma gələn, mənə çox təəccübləndirən, məni maraqlandıran, cəlb edən məsələdən biri Müsəlman Berinskinin Mirzə Cəfər Topçuoğlu şeiri haqqında fikir deməkdir. Mən bir yerdə oxumamışdım. Mən ilk dəfə, mən istəyirəm bilərsiniz ki, mən 3 böyük şəxsiyyət özümü müəllim saymışam. Öz müəllimlərimdən başqa. Bana dərs deyən adamlardan başqa. Bir, Aristotel, onu bilirsiniz. İkinci, Müsəlman Berinski. Üçüncü, akademik Məhəmməd Səfər Cəfərov. Mən Berinski demiyorlar, məndə əsərlərinin xeyli cildləri var. Cilt çətində olmasa da, məndə olmayan əsəri yoxdur. 40 yıl oxuyuram onu və faydalanıram
istinad edirəm. Hətta mənə bəzən tənqid edirlər ki, Beliski o tərəfə gedə bilmirəm, amma elə məsələ var ki, Beliskini danışmaq lazım gəlir. Ayran da tanıyırım, şeyi gelib oxuyuram. Nə bilim, digərlərini də oxuyuram. Demək, amma mən rast gəlməmişdim. Beliskinin Mirzə Cəfər Topçubaşovun şeiri haqqında. Burada biz 4 şeirdən sonra gelib, laf sevindim ki, həm də Mirzə Cəfər Topçubaşovun 4 şeirində görə biləcək. Sonra ayında oldu ki, onun üçün başqa məqfa etdik. Bir şeiri Mirzə Cəfər Topçubaşov'a aitdi. İki cəhətdən qiymətlidir. Birinci, Mirzə Cəfər Topçubaşovun da şeir yazacaqlı məlumatımız var idi. Amma Rus ədəbi tənqidində, Belisk səviyyəsində qiymətləndirəcək səviyyədədir mi o? Pushkin'in Lermontov'dan yazan, qalan digər müasirlərin demək olaraq tənqid edən Beliski, Gogol'u tənqid edən Beliski, Mirzə Cəfər Topçubaşovun şeirini tənqid edir. Gogol məktubu oxuyub çəkdik. Bu mənada Azərbaycan elementi gördüm burada. Azərbaycan mütəfəkkirinin, şərqşünasının, zəhmətinin, əməyinin, istedadının, idrakının Belisk səviyyəsində qiymətləndirməsi. Bundan başqa faktan məlum deyil. Çox qiymətlidir. Mən Arzuxanı burada zənginləşdirdik kimi. Növbətdə digər məsələlər barədə də Füzuliyə münasibəti ilə bağlı Heydərson baxışlarını oxudu mən. Yeniliklər həddinin artısı yoxdur. Ümumiyyətlə, bir Romada baş nazir olmuşdu. Orada faciəli tarihe birləşmiş bir şəxsiyyətlə Heydərson arasında paralellərdə oxudum. Ümumiyyətlə, bu kitab fəlsəfi fikir tarixinə aid. Heydər Hüseynovun timsalında qiymətli kitabdır və bu kitab eyni zamanda Heydər Hüseynova aid olan indiyə qədər olan bilikləri, təsəvvürləri, faktları, məlumatları, baxışları dərinləşdirən və zənginləşdirən qiymətli elmi əsərdir. Arzuxan təbii ki. Bu məsələnin kitaba aid olan əsəsi. İkincisi, mənim bölgəmənin əsas səbəblərindən, əsas səbəb eləyəm. Heydər Hüseynov akademiya yaradıcılarından biridir. Bildiyiniz kimi, bu ildə bizim akademiyamızın 80-liyi tamam olur. Mən bu kitabın təqdimatına həm də Azərbaycan Milli Elmi Akademiyasının yaranmasına aid ilk tədbirimiz kimi, start tədbiri kimi baxıram. Yaxşı cəhətdir ki, o kitab təqdimatı olsa da, bu akademiyanın taleyində, tarixində müstəsna dərəcədə böyük yer olan Heydər Hüseynovun haqqında kitabla başlayır. Heydər Hüseynov əvvəla bilirsiniz ki, Azərbaycan SSR Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsindən etibarən akademiyada çalışır. SSR Elmlər Akademiyasının Azərbaycan şöbəsinin, ASFA-nın rəhbəri olub və 1945-ci ildə 27 martda bizim 20 gün gedirik. Nazirlər Sovetinin sədri Teymur Quriyevin əmri ilə, sərəncamı ilə müəyyən edilmiş 15 nəfər təsisinin sırasına daxil. 15 nəfərdən biri də Heydər Hüseynov, ilk təsis. İkinci, ondan 3 gün sonra, 4 gün sonra 31 mart 1945-ci ildə akademiyanın birinci ilmi yığıncağı keçirdik. Birinci ilmi yığıncaqda 15 təsisi səsə qoyularaq akademik seçilib. Akademik seçilenlərin içərisindən akademiyanın rəhbər heyətməndə oldu. Miras Abdullah Mir Qasımov, akademik Miras Abdullah Mir Qasımov, akademiyanın prezidenti, akademik Şamil Əzbəyov, akademiyanın vitse-prezidenti və akademik Heydər Hüseynov, humanitar və ictimai elmlər üzrə vitse-prezidenti, Mirəli Qaşqa isə akademiyanın birinci akademik katibi seçildi. Həmin gün eyni zamanda akademiyanın Ümumcan qərarı ilə akademiyanın rəyasət heyəti başlanır. Rəyasət heyəti 5 nəfərdən ibarət olur. Mir Qasımov, Əzbəyov, Heydər Hüseynov, Mirəli Qaşqa, plus kimya və neft bölməsinin, elmi bölməsinin rəhbəri seçilmiş Yusuf Məhəmməd Əliyev. 5 nəfərdən ibarətdə akademiyanın rəyasət heyətməli olur. Həm akademiyanın rəhbər heyətində, həm ilk akademiklərin tərkibində, həm də
akademiyanın rəisət heyətində əsas aparıcı yerlərdən birini qeydə götürürüz. Ona görə o akademiyanın qurucularından biridir. Bizim Azərbaycan Milli Eğitim Hökumətinin əsas qurucularından biridir. Bu mənada biz bugün bu kitabın timsalında Azərbaycan Milli Eğitim Hökumətinin 80 illik tədbirlərinə başlamağımız tamamilə təbii və qanunlar olunur. Mən Heydər Hüseyin faciəli tarihi, burası danışacaqsınız, hər kəsin sizin bildiyiniz məsələdir tarixdən. Mən sizə bugün bura gələrkən Akademiya Yubileyi ilə bağlı hazırda müəyyən məsələlər üzərində çalışırıq. Fikirləşmişlər bəzi yeni məlumatlar da deyil. Mən arxivdən onlarla haqqı almışam, qaytarıram. Biri qaytarmamışam, getmişəm, həm də o gün qaytaracam. İçində sizə aid də məsələlər var ki, onları bugündən səsləşi üçün təqdim edirəm. Hüseynov Qeydər Nəcəfoğlu. Akademik seçəndə hər bir adam haqqında arayış təqdim olunur ki, səs verilmələr baxsınlar, kimdir o? 15'in 15 haqqında da var. Üzeyir bir xasiyyətnamə var, arayış var, bir də xüsusi rəy var, kimsə rəy verib olar, belə, ucu var. Mənim əlmə keçdi bu arayış, burada onun anadan olmağı tarixi, 1938-ci ildən partiyanın üzvü olmağı, fəlsəfə elmləri doktoru olmağı, Nizami, Füzuli, Axundov, Zərdabi haqqında tədqiqatların olduğu, 36 çap olunmuş əsərinin varlığı göstərilib. Onlardan xüsusilə filosofski vzqyad Axundova, Axundovun fəlsəf görüşləri, Mirovuzreni Nizami, Nizaminin dünya görüşü, Prosotil Demokrat Zərdabi, Maris Qullu Zərdabi, bunu xüsusi ayrıca qeyd edir o əsəri. Diyalekt bir əsərini qeyd edir ki, fəlsəfə əsəridir, Metil, Dialettico и metafiziko, o dialektiçisko ve historiçisko materializme, iki eseri. Dialektiko ve metafizika, dialektik ve tarihi materyalizm adlı iki eser vardır burada ayrıca qeyd olunur. Faşizm ilə, müharibə illərində Razgorun faşizmə neymenüyü. Necə tərk edirsiniz? Faşizmin dağıtmaq, məhv etmək dönməzdir, qaçılmazdır. Belə. Eyni zamanda onun redaktorluğu ilə və rəhbərliyi ilə Rus-Azərbaycan dili lüğətinin 4 tom, 4-cü tom yazıb çapdadır. Azərbaycan, Rus və Rus-Azərbaycan dillərində aid Slavar lüğət hazırlanıb. Eyni zamanda o 3 ciltlik Azərbaycan və tarixinin də redaksiya heyətinin tərkibində olub, baş redaktorlarından biri və əsas müəlliflərdən biri olub. Hətta Engels'in Ludwig Feuerbach əsərini də Azərbaycan dilinə tərcümə etdiyi burada qeyd olunur. Eyni zamanda o həmin vaxt Asmanın seçki ərəfəsində, seçki 27-si, 31 martda o Asmanın rəhbəri və Azərbaycan Dövlət Universitetinin fəlsəfə qaydasının müdürü imiş. Bilməm, fəlsəfə qaydasının müdürü arzulamışsa məlumdur. Məlumdur. Şərəf nişanı ordeni ilə tətbiq olunub. Elmi ictimaiyyət arasında böyük nüfuzu vardır. Eyni zamanda Qafqazın müdafiəsinə görə medalını almışdır. Bu, arxivdən məndə olan kopyadır. Əslində burada var, eyni ilə ucurdur. Mən istədim sizə bu yeniliklərdə, nə qədər içində yeni var, bilməm, hər halda sizin üçün maraqlı olur deyə deyil. Eyni zamanda bu akademiyanın yaranması haqqında olan arxivdir, yəni 45-ci ilin arxividir. Necə yaranıb bu? Burada eyni zamanda 48 nəfərin namizədliyi verilib 15 yer üçün.
48 nəfər namizədliyi müxtəlif təşkilatlardan aldılar, universitet namizədi verib bu təşkilat. 48 nəfər Ümumi Mərkəzi Komitəyə baxsın. Mərkəzi Komitə Bağırov, Mirzə Bağırov baxışından sonra 48 nəfərdən 24'ü qalıb. 24'ün müsbətrək alıb. İkinci turda 24 nəfər qalıb. Üçüncü turda 15 nəfər qalıb. İndiki 15 nəfər, say 15 nəfər qalıb. Ən son 27 Mart'da onlardan 3 nəfər silinib. Qalıb 12 nəfər. Demək, təsisimiz 15 nəfər. İndiyə qədər məlum deyildi ki, o 3 nəfər adı silinən kimdir? Onun yerinə kim olur? Biz sənədlər... Biri Əhəd Yaqubovdur. O da Asfanın rəhbərlərindən biri idi. Biri Makavelskidir. Yadını tutdu, biri də, yadını sözə deyəcəm. Bir müddət Makavelskidir, biri Əhəd Yaqubovdur. Bilməm kimdir. Yerinə gələnə kimdir? Yerinə gələn əbəksiyarlarda heç ad olmayan Mirzə Bayınlovdur. Bu nə 48-in içərisində də var, nə 24-ün içərisində var, nə 15-in içərisində var. Həmin gün daxil edir. O da Moskvada Çək şanslı ünsüz olmuşdu və Cəlil Məmduzadanın demokratik görüşləri mövzusunda təzəcə müdafiə eləmişdi. Bunu həmin gün 27 Mart'da bura demək daxil edirlər. Eyni zamanda daxil olan 2 nəfər, biri Mikail Hüseynov, biri isə Sadıq Dadaşov. Mimarlar o ikisində. Son anda dərlədi. Bir nəfər yadından çıxdı, adı bozulundan biri. Demək, Əhəd Yaqubov. Bəli? Yox, Əmirxanov, fizik. Fizika İnstitutunun direktoru olmuş, sonradan ikinci turuydu. 47-ci ildə seçildi o. Demək, Əmirxanov yadına çıxdı. Demək, Makavelski, Əmirxanov, Əhəd Yaqubov bu üçü sonunda adı, həmin gün 27-sində bunun adı bozulub, Mirzə Bayınov, Sadıq Dadaşov, Mikail Hüseynov. Sənədlər bizə bunu deyir. Mən Bakıman 70 il yübleyində də sənədlər almışdım, çünki mən film çəkirdim. Bakıman yübleyi haqqında sənəd hazırlamaq üçün almışdım. Onun gün bilirəm ki, arkada o sənədlər var. Sizə də bugün Akademiyanın yübleyinin başlanması ilə bağlı ilk tədbirimiz olduğu üçün bəzi maraqlı sözlər demək istəyirəm. Bakıman tarixini həm də 23 yanvardan götürmək mümkündür. 23 yanvarda SSR Elmlər Akademiyasının prezidenti Akademik Komarov, SSR Nazirlər Sovetinin sədri Stalin'dir, Mavini Molotov. O gün elmə baxırmış, ona məktub yazıb ki, Azərbaycanda, ondan qabaq 44-cü gəlib Bakıya Komarov, eyni zamanda baxıb tanış olub. Burada gələn proseslərlə o qərara gəlib ki, bizdə artıq akademi yaratmaq olar. Molotov'a məktub yazıb ki, Azərbaycanda bu keyfiyyətlər vardır və Azərbaycanda akademi yaratmaq vaxt çəkmişdir. Molotov'a məktub indiyə qədər çap olunmuyor, burada sizə göstərirəm, buradadır. Molotov'a yazılan məktub buradadır. Lavaxının da o dövrün qaydalarını sizə oxuyum. Biləsin ki, Slava Velikomu, Borcu Narodov falan Stalin məktubda ondan bitir ki, onu deyim ki, bundan qabaq Gürcistan'da yaranmışdı, Akademiya 43-cü ildə, Özbekistan'da yaranmışdı 44-cü ildə, Azərbaycanın axıra qalanlardan biriydi. Sənədlərdə yoxdur, amma Azərbaycan alimlərinin akademiyanın yaranması haqqında yazılarında deyirlər ki, Komarov burada gəlib tanış olub. O zaman Yusuf Əliyev də Neft Kimya Prosesləri İnstitutu bir başqa adına Asfanın tərkibində varmış. Və o Zelinskinin tələbəsi idi, Yusuf Əliyev də. Deyir ki, buradan qaydandan sonra Stalin deyib ki, təkcə Yusuf Əliyev görə Azərbaycanda akademiyaşma olar. Təkcə Yusuf Əliyev görə Azərbaycanda akademiyaşma olar. Burada eyni zamanda Molotov məktubdan başqa Molotov məktubu SSR Elmlər Akademiyası adından Meşkənilov yazıb. Bu Azərbaycanın kuratoru. Akademiyada Azərbaycan akademik tarixçi yaxşı olub, o yazıb. Komarovun məktubu, o da var. Komarov, o da yazıb, Tavarişi Molotov. Заместитель председателя Совета Народного комиссара Союза СССР товарищу Молотову. Глубоко уважаемый
Vyacheslav Mikhailovich vs. yazıb, imzalayıb Prezident Akademik и председатель Совета филиалов и баз Akademik SSR Akademik Komarov 24-10 ay 1944-cü ildə şart lazımdır akademiyada. Əsaslandır, nə üçün lazımdır? Burada Hüsnü Məhəmmədiyev haqqında həmin fikir yoxdur. Amma burada kifayət qədər akademik Azərbaycanda akademiya qurmaq üçün Asmanın timsalında təşkilatlanma iş aparıldığı və yüksək nəticələr əldə edildiyi göstərildi. Eyni zamanda Azərbaycan Nazirlər Hükümətinin sədri Teymur Quliyev bunun əsasında Mircəfər Bağlov məktubu şey artıqda esəyə icazə verilmişdir, 10 dəfə seçilmişdir, müəyyən 15 nəfər müəyyən olmuşdur. İcazə verilmiş müyüncaq esək, təsis edək. Mircəfər Bağlov məktubu da burada. Bunlar heç bir səbəb olmuyor. İstəyirəm ki, bir qabağını aça biləyim. Mircəfər Bağlovun da məktubunun axırını istəyirəm oxuyam sizə ki, Dazdartu Veliki Marshal Sovetski Soyuza ведущий нам Родины к победе наш родной Сталин. Dövrün düzeldi. Azerbaycan seçki olduğu ayın 31'inde Milgasov seçildi. Kamarava mektubu, teşekkür mektubu. Esteyirler Kanası'na teşekkür mektubu. Глубоко уважаемый и дорогой Vladimir Leontievich. Təsvir edici keçdi filan və minnətdarlıq bildirir. Əcəblər da buradakı içində gəlir, heç istifadə olmuyordu. Arxivi hardansa tapdılarına daxil ediblər. В радостный торжественный день открытия Академии Азербайджанской Советской Социалистической шлем вам, крупнейший ученый Социального Совета, выдающему организацию науки от всего нашего сердца, горячий привет. Diğer burada yaxşı sözlər də var. Burada слава великому Сталину. Дождавшись передовая советская наука. Yana Komarova başka bir mektup var. El yazmalar var. Mirasatullah Mirgasov'un katlidir. Aydın görürüm onu. Akademinin tərkibinə nələr daxil, bölmələr daxil, iç bölmə. Nələr daxil ümumiyyətlə? Şəkil, Lesnaya, Opsner, nəyin əsasında hansı təkətlər birləşdir, baxın eyratlar. Uzun siyahı daxilmaq istəmirəm onu göstərəm. Moskva, Kreml, Tavaşı, Stalin, Bağurov yazılmış hatabıdır. Stalin. Dorogoy Yosif Vissarionovich. Yazmalar burada bir qasma məxsuslar yazmadı. Mircəfər Abbasoviç'miş. Mən bilmirdim Abbasoviç. Asfandan hansı təşkilatlar daxil oldu? Yeni Akademinin tərkibinə 45 yılların böyük siyasi var burada. O adamlar ki seçiliblər, onların əsas əsərlərinin adları var. Heydər Hüseynin qabağında filosof Qızgil daxil olub. Onun əsas əsərini qeyd ediblər burada. Mesela Mehmet Ağabey'in qabağındakı faşizm nə üçün bizi gözü götürmüş? Onun əsas səbəbi, o zaman ideoloji tərəfi. Ədəbiyyat haqqında səhiyyə ona əsas getiriblər. Özümünə də Mustafa Cabbarlı və İndirimdən ikinci əsəri Cəfər Cabbarlı yaradığında xalqlar dostluq məsələləri əsas götürülür. Günlər sizin üçün maraqlı olardı. Mən də bugünkü gündən səs çəkir, Heydər Hüseyin'lə bağlı bəzi məlumatları nəzərinə çatdırdım. Biz Akademiyanın tarixi, Akademiyanın keçdiyi inkişaf yolunda bu 15 təsisçi əlbəttə ki, Akademiyanın təməli qoyan insanlardır. Hər birinə biz Akademiyanı təmsil edərək hörmət və ehtiramımızı bildiririk. Əbədi olaraq eyni zamanda onların həm o 48 nəfər içindən filtrdən keçə gəliblər, nəhayət gəlib satıblar. Bugün də baxırsan ki, onlarda Azərbaycan elminin simvolu olabiləcək xüsusiyyətlər vardır. Şəxsiyyəti və yaradıcılığı, fəaliyyəti onların
bugün də adama əl çatmaz kimi görsənir sözün. Əsl mənasında bu İngilis dilində deyilən kimi full akademiklər, gerçək, dolu akademik adını tam təmsil edən insanlardır. Və onlardan biri də Heydər Hüseynovdur. Heydər Hüseynovun əsərləri çap olunur, haqqında kitablar çıxır və onun ideyaları bugün təhlil olunur, yüksək qiymətləndirilir. Onun Türkiyə, Türk xalqlarına olan vaxtilə onun susandırdığı məsələ üzərində o münasibəti bugün tamamilə müstəqil dövlətimizdə öz təsdiqini tapmış məsələlərdir. Bildiyiniz kimi 14 fevral 2014-cü ildə Azərbaycan Milli Məclisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçirdiyi andışma mərasimində Türk dünyası ilə inteqrasiya Azərbaycan dövlətinin prioritetlərindən biri hesab olmuşdur. Amma 70 il bundan qabaq isə, 80 il bundan qabaq, tabii 72 il bundan qabaq isə Türkiyə millilik üzərində Məhəmməd Arif Dadaşzadə ev tutsağı olmuşdu və Heydər Hüseynov həyatına sona çatdırmışdı, özünə qəsdirmişdi. Və zaman nə qədər dəyişir, nə qədər bizim xeyrimizə, ölkəmizin xeyrini dəyişir. O demək ki, Heydər Hüseynov idealları yaşayır. İdeyası bugünkü gün üçün bizim artıq dövlətimizin prioritet ideyalı aparıcı elmi ideyası səviyyəsinə gəlib çatdı. Bu şəxsiyyətin də əzəmətini, onun elmi içində qiymətini əbədi yaşadığını təsdiq edir. Sağ olun. Hesab edirəm ki, düzü olar Arzu xanımın sözləri. Arzu xanım. Buyurun. Əsas məqamlar. Tribun rəisi. Biraz da yakına koyun. Doğru, bu kitabından deməli mən onu salamlayıram hamını, o cümlədən çox sevirəm ki, bugün akademiyanın prezidenti İsa müəllim burada iştirak edir. Hamını, universitetdə gələn məncə tələbələr var və jurnaldan gələn, xalq qəzetdə gələn nümayəndələr, hamını salamlayıram. Bizim əməkdaşlarımız da xüsusi burada iştirak edənləri. Bu il İsa müəllim bildirir ki, yəni Azərbaycan Milli Elmlər Akademiyasının 80 yubileyidir. Və bu yubiley yubileydə təbii ki, olan ilk təşkilləri yada salınmalıdır. Bu təşkillər 15 nəfər idi. Onların arasında böyük bizim çox dahi, dünya üzrə dahi bəstəkarımız, Üzeyir Hacıbəyev var idi, Naz Həmmədovun var idi, gözəl yazıcımız, Mirzə İbrahimov var idi və başqaları. Amma Heydər Hüseynovun taleyi, bütün həyatı sırf akademiyanın taleyinə sıx bağlı oldu. Ona görə ki, o akademiyanın təşkilatlanmasında, o çox şahəli bir struktur kimi yaranmasında onun əməyi olduqca böyükdür. Və bundan başqa akademiyanın inkişafında, o akademiyanın həm vitse-prezidenti olmuş, həm ictimai elmlər şöbəsinin rəhbərliyi eləmişdir. Bundan başqa da başqa vəzifələr vardı. Marksist İnstitutunun direktoru idi, kafedra müdürü idi universitetdə və s. Yəni elimizdə elm adamı kimi hər sahədə xidmət eləmişdi. Eyni zamanda onu biz yada salanda, əlbəttə onun məşhur kitabını yada salmalıyıq ki, bu 19-cu əsr ictimai və fəlsəfi fikir tarixinin kitabı idi ki, bu kitab ilk dəfə Azərbaycan fəlsəfəsini olduğu o vaxtda, məsələn, indi materiallar var. Yəni, arxiv materialları əsasında sistemləşmiş ilk məhsulu idi. Bu əsəri mən çox vaxt kitabda da göstərmişəm. Onu elə əsərlər var ki, onlar, yəni, millətin taleyində müəyyən rol oynayırlar. Məsələn, mühüm rol oynayırlar. Bunlardan biri, məsələn, Abbasqulu Bakıxanovun Gürcistan İrəmi idi.
tarixi deməli, elmi əsaslarını, elmi şəkildə, ilk dəfə sistemləşmiş şəkildə ortaya qoydu. İkincisi, Firidun bəy Köçərlini deməliyəm, Azərbaycan Türk ədəbiyyatı üzəri yazması şəklində sonradan çap olundu. O əsərdir və Üzeyir Hacıbəyevin Azərbaycan xalq musiqisinin əsasları. Və bir də Heydər Hüseynovun kitabı. Demək istəyərdim ki, onlardan hər biri bir dənə Firidun bəy Köçərlinin əsərindən başqa Xıyar dilində yazılmışdı. Gülüstan eləm fars dilində idi, sonradan rus dilində tərcümə olunmuşdu, Azərbaycan dilində ancaq Sovet dövründə tərcümə olunub. O birisi, deməli, Üzeyir Hacıbəyevin öz kitabı, Azərbaycan xalq musiqisi adlı kitabını ilk əvvəl rus dilində çap olunub, Moskvada çap olunub, sonra Azərbaycan dilinə çevrilir və elə bu bizim Azərbaycan fəlsəfəsinin ilk əsərdə, yəni sistemləşmiş əsərdə o rus dilində yazılmışdı və bu yaxınlarda tərcüməsində mən də iştirak eləmişəm, sonradan tərcümə olundu. Amma bununla belə, hətta rus dilində yazılsa belə, o xalqın özünə, milli özünə bu əsərlər, milli özünə dərk əsəridir. Özü o birlərə baxır, o bir əsərlərə baxanda daha Bazı məsələdə açıqlama məcburum bağlı. bilirəm. Qulağına gələcək nədir? O, deməli, rus dilində yad dillərdə yazılsalar, onların hər birinin əhəmiyyəti özünə dərk hadisəsi olmasıdır. Məsələn, burada Heydər Hüseynov sanki deyir, rus dilində yazılır, amma sanki deyir ki, xalqın dilindən, biz varıq, bizim qədim tariximiz var, bizim fəlsəfəmiz var, bizim görkəmli mütəfəkkirlərimiz var, filosoflarımız var. Fəxrlə deyir. Burada da sətr altı o müstəqillik meyilləri görsənir və təsadüfi deyil ki, o əsərə görə onu başına bütün müsibətlər əslində kitab yazılığına görə oldu, həmin kitaba görə baş verdi. Və o dövrdə hətta Azərbaycan fəlsəfəsindən bir qədər öncə Qazaxıstan tarixi yazılmışdı Qazaxıstanın ən qədim dövrdə. O əsər də, məsələn, Stalin mükafatına təqdim olundu, verilmədi. Ona görə ki, millətlərin, deyirlər ki, millətlər dostdur, millətlərin öz təyinat hüququ var, azaddılar, amma bununla belə onlara o azadlığı vermək istəmirdilər əl altına. Bu kitaba gəldikdə İslam müəllim də dedi, doğrudan da əvvəl düzü istədim ki, birinci bu yubiley münasibətindən, Heydər Hüseynovun 115 illik münasibətindən eyni ilə təkrar edeyim. Ona görə ki, birinci əsər, o necə Üzeyir Hacıbəyevin Leyli Məcnununa götürür, o Azərbaycan ənənəsinə yazır. İstəyir ki, o Avropa musiqisinə çevirsin, amma birincidir də, hətta orada səhvlər olsa da, yəni başqa cür olsa da, bu soru fikrindən əl çəkir. Mən də başqa kitab yazdım, o məndə biraz fərqlənir. Məsələn, birinci kitabda biraz ola bilər ki, yubileyin fafosu vardı. Ola bilər ki, Üzeyir Hacıbəyevin İdər Əziz Hüseynovu öyrənərkən biraz emosional qarşılayırdı, təsir edirdi o. Həm az müddət verilmişdi, səhərdən axşama kimi o üzərində işləyirdim, onun haqqında fikirləşib. Amma bu kitabda mən konsepsiyalar üzərində qurmuşam bu kitabda məsələləri və əsas məsələ buranın, bütün kitabın əsas ideyası olur da, bir ideyası olur. Bu ideya yaddaşdır, tarixi yaddaş məsələsidir. Hər bir bölməsi, onun hər bir paragrafı tarixi yaddaşla sıx bağlıdır. Mən bu Yahudi əsilli bir məşhur filosof var, Heideggerin tələbəsi olmuş Hannah Arendt. O Hannah Arendt'in sözlərini yada salmaq istəyirəm yaddaş haqqında. O deməli, öz sözlərimlə desəm, tam onu, yəni onun dediyini öz sözlərimlə çatdırmaq istərdim. Və o deyirdi ki, bədxah insanlar, o insan ki, pis insandır, bədxahdır, o öz əməlləri haqqında fikirləşmir. Onun xatirəsi yoxdur. Ona görə də ondan nə desən gözləmək olar. Ona heç şey onun qarşısına ola bilməz. Amma fikirləşdikcə, fikirləşdikcə sən dərinə gedirsən və dərinə gedirsən orada kök salırsan.
Və bu kökü o yerdə möhkəmlənirsə və təsadüfi olan nəsə, o nəsə ola bilər zamanın ruhu, o nəsə ola bilər tarix və ya ötəri bir maraq, o onu qopardı, o kökü oradan harasa apara bilməsin. Və maraqlıdır ki, o bu köksüzlüyü o yaddaşsızlıqla əlaqələndirir. Deyir ki, bu şər yaddaşsızlıqdır, xeyir isə yaddaşdır. Yəni kökü olan yaddaş, köksüz olan şərlə mübarizə var. Deyir ki, şərin kökü yoxdur. Şər, necə deyərlər, köksüz olduğuna görə də sərhədsizdir. Yəni, hara gəldi, ona aparmalı olar. O, hər bir ifrata vara bilər. Bu mənada xeyir, yaddaş o şərin qarşısını ala bilir. Ümumiyyətlə, 20-ci əsrdə bizim başımıza, bizim deyəndə ki, xalqın, insanların başına gələn bir çox müsibətlər, müharibələrdir, sonra bir dünya müharibələri, inqilablar, repressiyalar, bunların hamısı əslində o yaddaş məsələsini önə çıxardı. O yaddaşı bəşəri dəyər edir. Necə ki, başqa həyatdır, bəşəri dəyər, eyni zamanda yaddaş da bəşəri dəyərə çevrilir. Və biz tariximizi heç vaxt unutmamalıyıq ki, o hadisələr təkrar olunmasın, amma təəssüf ki, o da unudulur da tarix hadisələr bugünkü bizim dünyamızda onu göstərir. Burada bir məsələ də, yaddaş yaxşı şeydir, əlbəttə, o yaddaşı bəs kim yaradır? Yaddaş insanlar elə bilər, yəni şifahi yaddaş da var, amma bir də var tədqiqatçıların əsərlərində qalan yaddaş. Yəni bizim hamımızın işlədir, o cübürlər, Heydər Hüseynov, onları yaddaşa gətirib həmin insanları tədqiqatçılardan asılıdır. Tədqiqatçılardan, alimlərdən asılıdır ki, o dövrü öyrənsinlər və ortaya dəqiq məlumatlar və gələcəyə doğru dürüst məlumatlar ötürsünlər. Amma heyhat, çox əfsuslar olsun ki, bunu biz görmürük. İndiki əsərlərdə çoxları çox asan yolla gedirlər. Yəni, yaxşı halda başqasının əsərini oxuyub, ondan nəsə qeydlər götürürlər, yaxşı halda. Amma düzdür, mən yaxşı tədqiqatçılardan danışmıram. Bu əsər o qədər səhvlər, məsələn, Heydər Hüseynov haqqında, o qədər səhv məlumatlar internetdə, qəzetlərdə, televiziyada var. Onlardan biri haqqında mən bir məqalə də yazdım bu yaxınlarda. Deməli, məsələn, internetdə açırsan, Heydər Hüseynov haqqında nə görürsən? Yazırlar. Alimin, Bağırov alim monografiyasını başına çırpdı və o da damarlarını doğradı. Və görkəmli alimin dəhşətli intiharı. Bax, o başlıq budur. Başlıq budur ki, cəlb eləmək. Amma bir yana baxanda da baxıram ki, doğrudan da elə məqalələrə daha çox insan oxuyur, nəyə ki, ciddi səhvəti olan. Bu nədən gəlir? Məsələn, bu yaxınlarda mən sonradan bilmişəm, əvvəl baxmamışdım. Bəlkə də siz də bilirsiniz, 20-ci yüzillik faktlar, hadisələr, insanlar. Belə bir rubrik altında bir layihə var idi. Televiziyada hər bir verilişi 20-ci əsrin bir ilinə həsr olunmuşdu. 1901-dən beri. 1950-ci il mən Heydər Hüseynov haqqında orada bir xeyli məlumatlar, yəni Heydər Hüseynova, çox hissəsi Heydər Hüseynovdandır. Mən buna baxıb bu verilişə dəhşətə gəldim ki, nə qədər bir verilişdə, bir insan haqqında nə qədər səhv məlumat vermək olar. Təsəvvür edin ki, deməli, özündəki hər bir verilişin, hər bir ilin başlanğıcında Müsəllim Hüseynovdur deyəsən, o jurnalist, o Müsəlləm Hüseynov, Həsənov, Müsəllim o Həsənov hər bir verilişin ilk sözü onunla başlayır ki, biz tariximizi öyrənməliyik ki, bu günümüzdən başımız çıxsın və deyir ki, biz bu verilişdə şaiyələrdən, biz eşitdiyimiz, kimdənsə eşitdiyimiz şaiyələrə, əfsanələrə əsaslanmırıq. Burada ancaq siz dövrün mətbuatı və arxiv sənədlərindən məlumat alacaqsınız. Amma tərsini görürük, bu şaiyələr,
əfsanələr bu verilişdə o qədər artıq, nə bilim, çox, məsələn, həmin o başa, mən bu deyir ki, dövrün mətbuatından istifadə edir, arxiv materiallarından istifadə eləməlidir. Amma nə görürük? Vilayət Quliyevin bir məqaləsi var, alimin faciəsi Heydər Hüseynov akademik, internetdə çox geniş yayılıb. Həmin məqalədir. Həmin məqalənin məlumatlarını götürüb, orada onu deyir. Məsələn, bu başa kitab çıxmaq əhvalatından deyim. Və orada da belə həvəslə də deyir, bu Stalin mükafatı alanda Bağırov onu yanına çağırdı və onun başına iki dəfə özü, bir dəfə də yox, iki dəfə bunun kitabını çırpdı. Kitabı çox ağır idi. Bu deməli, Vilayət Quliyevdə var. Və Vilayət Quliyevin məqaləsində yaxşı cəhətlər də var. Yəni, onun yaxşısıyla, səhvlərinə bir yerdir. Ancaq o məqaləyə istinadla. Bir-iki dənə belə arxiv sənədi də var idi, amma belə. Bu, hardan çıxıb? Axı, bu belə deyil. Deməli, kimisə, baş şaiyədir məhz. Bu şaiyə, onlar fikirləşirlər ki, biz bunu deməklə Bağırov alçaldırlar. Amma fikirləşmirlər ki, Heydər Hüseynovun obrazına da bununla xətər yedirirlər. Heydər Hüseynov'da alçaldırlar. Bu da nə məsələdir? Məsələn, Vilayət Quliyev deyir ki, bunu güya ki, İmran Seyidov'dan eşidib, onun yanında o köməkçisindən. Və İmran Seyidov vaxtı danışıb ki, məsələn, ondan soruşum, o da deyir ki, mən başıma belə, nə bilim, kitab içirdi. Amma əslində İmran Seyidov sağlığında heç vaxt özü yazıb, özü xatirələrini yazıb. Və bu xatirələrin heç birində belə bir əhvalat yoxdur ki, onun başı deyir ki, əksinə deyir ki, mənə bu sözləri desəydi, deməsəydi yaxşı idi, dilə çatsaydı başına, bundan yaxşı olardı. Yəni, başqa görə. Sonra da iki adamın, deyir ki, şayə yoxdur burada. İki adamın tet-a-tet bir-birinə oturdular, söhbət edirlər. Və onun heç bir sinogramması çıxardılmıyor. Orada heç kəs iştirak eləməyib. Necə ola bilər ki, buna ancaq məlumat hakimdən almaq olar? Ya Bağırov, yəqin ki, məsələ bu əhvalatı danışıb, ya da ki, Heydər Hüseynov, yəni yaxınlarına danışıb. Sonra kim əgər, hətta onun başına vurmuş olsalar belə kitabı, kim onu elə ağılsızdır ki, götürüb desin ki, mənə Stalin belə münasibət bəslədi. Çox olsa bəlkə desin ki, vızıldadırdı, üstümə vızıldadı belə. Yəni, çox mənası. Bundan başqa gəldi ki, səhvləri. Açıq-aşkar, məsələn, deyir ki, güya ki, Stalin mükafatını ilk dəfə tarixində Sovet hakimiyyətinin, Sovet dövrünün, SSR-nin tarixi boyu belə bir əhvalat olmayıb ki, Stalin mükafatı onun əlindən alınsın. Halbuki olub belə situasiyalar. Məsələn, Heydər Hüseynovdan əvvəl də olub, sonra da olub. 43-cü ildə o məşhur İstoriya, filosofiya 3 ildə çıxmışdı. Neçə cildi nəzərət olmuşdu, amma 3 ildə 43-cü ildə çıxmışdı və hər 3 cildə Stalin mükafatı verilmişdilər. Amma sonradan müharibə dövrü idi də, Hegel nəysə hörmətdən düşdü və Hegelə aid olan hissəyə görə həmin gələn il, artıq 44-cü ildə həmin Stalin mükafatı ondan alındı. Sonra Aleksandrov Qərbi Avropa fəlsəfəsi tarixini yazmışdı. Qərbi Avropa fəlsəfəsini yazdı, əvvəl Stalin mükafatı verdi, özü ikinci dərəcəli, yəni aşağı dərəcə deyil. İkinci dərəcəli mükafat verir, sonra 1947-ci ildə fəlsəfə diskussiyalarında biabır elədilər onu. Hər kəs və bütün hər yerdən, elə bir ki, bizim Heydər Hüseynovda iyulun, necə ki, 14-ündə o ziyalılar yığıncağında və hörmətdən salınması hər kəs təkbirdir. Biri yazdı, bəzi 14-də, hansı düzdür? Bəli. Bəzi də yazdı ayın 1-də, 1 iyunda. 14-15. 14 iyul və 15 iyulda oldu, 2 günü keçirilib. Yəni, elə o iclası dediniz ki, gəlmasa, həmin bu verilişdə deyir ki, orada belə animasiyalar deyir. Bu verilişin tənqidinə özünüzü həsr eləsən, geri qalar. Yox, həsr eləyirsiniz. Düz deyirsiniz. Ciddi işləyibsiniz, kitabınızı yaxşı eləmə. Veriliş də belə deyim. Onun məqsədi sən səs yarısına, onunla şərətlə danışıb. Yəni, maraqlanan olsa oxuya da bilər. Heydər Hüseynov və deməli,
bizim tarix qarşısında məsuliyyətimiz belə bir məqaləm bizim saytımızda da, Fəlsəfə İnstitutunun saytında da çıxıb, başqa saytlarda da çıxıb, yəni maraqlanan olsa düzdürsünüz, oradan oxuya bilər. Yəni burada dediyim odur ki, bir faktı deməli dəyişəndə bir faktı. Məsələn, deyir ki, biri bu qədər belə, deyir, məsələn, atası, deyir, anası bunu ölmək, hər adamı izləyirmiş ki, bu intihar eləməsin. Anası bu adamın 24 il bundan qabaq ölüb. Bunun məlumat yox. Axı, bir fakt belə, nə qədər o bir faktın elə təhrif olunması tarixi saxtalaşdırır. O tarixi saxtalaşdırmaq olmaz və bu kitabda məndə o ana xətt kimi gedir. Və o yaddaş həm əxlaq məsələsinə, dövrün əxlaqı məsələsinə çox bağlıdır, yəni totalitar dövrün əxlaqı. Bir tərəfdən çox ziddiyyətli dövr, bir tərəfdən hamı həvəslidir, yaradıcılıq eşqi var, nikbinlik var, hardasa da düşkünlük var, hardasa energiya var, hardasa da həvəssizlik var. Yəni, bu ziddiyyətlərin içərisində o alimlər bir yandan işləyirlər, əsərlərdə görə nəsə qiymət almaq istəyirlər, digər tərəfindən həbs edilirlər və s. Bu, bir də mətn məsələsi var. Burada deməli, yaddaş və mətn. Mətn, olar. Tədbir var. Çox sağ olun ki, gəldiniz. İkinci zəngi oldu. Çox sağ olun. Çox əynət sayılan bugünkü günü mən fəlsəfiyə xüsusi münasibətim var, amma həm də Heydər Hüseynov şəxsiyyətinə də hörmət etmək hər bir yazım borcudur. Bugün mən Heydər Hüseynovla bir yerdə eyni zamanda o zaman bizim akademimizi yaratmış təsislərin hamısını hörmətlə yazar və istəyirəm. Miras Sadullah Qasımovu, Şamil Əzbəyovu, Heydər Hüseynovu, Mirali Qaşqayı, Yusuf Məmmədəliyevi, Üzeyir Hacıbəyovu, Səməd Ruhunu, Mikail Hüseynovu, Sadıq Dadaşovu, Ərəşəv Əlizadəni, Yesmanı, Şirokogorovu və s. Hamısını böyük hörmət yazılmaq istəyirəm. Çünki akademiyamızın təməlini qoyublar, 80-liyimizdir. Onların içərisində mən Arzu xanım tamam müzafə edəcəm. Hamısının böyük hörmətləri var, amma akademiyanın taleyini yaşamaq baxımından ondan qabaqda akademiyada çalışır, Tasfanın rəhbərlərinin biriydi. Ondan qabaqda yenə redaksiya ensiklopediyanın rəhbəri idi. Ensiklopediya ilk dəfə burada düzgün yazmışdı ki, Cənab Azərbaycan məsələsini qoymuşdur və s. Yəni, elm tariximizdə müstəsna yeri olan adamlardır. Onların hər biri hamısına min yaşasın deyirəm, onların ənənələri, adları yaşasın. Biz də akademiyamızı bu il yubileyi keçməkdə əsas məqsədimiz, hər bir yubileyin də məqsədidir. Yəni, bu ənənələri yaşatmaq, siz bax, yaddaş deyirsiniz. Məncə onun içində qan yaddaşı var, gen yaddaşı var. Bir də elm yaddaşı var, mətbuat yaddaşı var. Amma kimin ki gen yaddaşı var, qan yaddaşı yoxdur, qalanları informasiyadır. Qalanları informasiya yaddaşıdır. O əqidiyyə çevirə bilir, çətinliklə çevirə bilir. Onun həzmilə insan lazım onu çevirə bilsin. Amma hesab edirəm ki, bu bizim akademiklər bugün bizim az qala elmimizin gen yaddaşını çevirirlər. Xalqımızın qan yaddaşını onlar iştirak edirlər. Tariximizi yaşatırlar. Biz də bu yubileyi keçirərək onlar Azərbaycan cəmiyyətinə, onların nümunəsində əsl elmin simasını, akademik elm simasını göstərmək, elmimizin böyük ənlərini yeni nəsillərə çatdırmaq və yeni mərhələ, yeni tarixi dövr üçündə onlarda qida alıb biraz da qabağa getmək məqsədimiz deyilik. Bu, haradan baxsam böyük gün çox qiymətlidir. Təşəkkür edirəm, uğurlar arzu edirəm. Məndə biri var, bədbəst mənə. Orada, Ozda kitabxanamda 25 bin kitabım var. Yer yoxdur. Təqsirəm, mindən çox kitabım bu yanındadır işte. Benim için mərkəzi kitabxanaya mini də vermək istəyirəm. Ama kitabxana heç kitab olmadı. Bəli? Bizim babamın yerine Satın al, yok. Satın al bunlar, versen kabul edilir. Sağ ol. Sağ ol. Uğurlarsın. Tamam edelim. Deməli, orada mən totalitar dövrdə əxlaq məsələsi, yəni yaddaş və əxlaq. Bütün əxlaqi normalar belə baxanda, məsələn, Heydər Hüseynovun misalında bütün bu əxlaqi məsələlər pozulub. Yəni ki, bu da artıq
totalitar dövrdə dost, yoldaşlıq, belə bir məhdumlar elə bir ki, çekilir. Məsələn, demək istəyirdim, burada deməli, çox misallar var, onlardan yalnız birini demək istəyirəm. Məsələn, Məmməd Ariflə Heydər Hüseynov çox yaxın dost idi, çox yaxın dost oldular, hədsiz dərəcədə, qardaş kimi oldular. Və o 14-15 iyulda keçirilən o yığıncaqda, ziyalılar yığıncağında, orada deməli, hamı danışır, tənqid edir, Mirzə İbrahimov çıxır, pafosla tənqid edir, hamı tənqid edir. Orada o misalları da vermişəm, kitabda var. Sabir Əhmədovun onların necə çıxış eləməkləri ki, indi biz baxanda biraz, bugünkü dövrdən biraz adamı qəribə səslənirdi bəziləri. Və mən, məsələn, müəllim Məmməd Arif çıxıb danışanda, dadaşlardır da, o istəmir axı yoldaşıdır, dostudur və can qardaşıdır. İstəmir axı onu pisləsin. Ona görə də biraz nalamuxa vurmaq deyirlər, biraz akademiyanın işindəki, öz ədəbiyyat institutunun işindəki biraz nöqsanlardan danışır, ondan danışır, bundan danışır, amma Heydər Hüseynovun üstünə gəlmir. Bu da Bağırov yerdən qışqırır ki, pasazisiya, etibarı, Turetski vagenta. O da düşüb gəlir, öz yerinə gələndə artıq ətrafında heç kəs qalmamışdı. Oturan yerdə, o filarmoniyada, orada hamı çıxıb gelmişdi. İndi bu dostluq, yəni çox yaxın dostdur. Amma sonra ona da imkan vermirlər, o da pis vəziyyətə düşürlər. Bəzən bir qınayırlar ki, Heydər Hüseynov özünə qəsd dilərdi. Yəni, əslində belə baxanda, doğrudan da onun vəziyyətinə girəndə görsün, başqa yol da əslində yox kimi idi. Məsələn, onun özünü intihar etməsinə nə qədər adama elə bir ki, sağ qalmasına kömək elədi. O cümlədən də dostunun Məmməd Arifin. Bayaqdan ona icazə vermirdilər, indi icazə verirlər ki, yəni, öz günahlarını boynuna alsın. Mən onu yazmışam. Burada deməli, elə dostunun qırxı çıxmayıb. Qırxı çıxmayıb, amma deməli, Məmməd Arif öz səhvlərini Ədəbiyyat qəzetində, redaksiyaya məktubda dərc edibdir. Yəni, bunu icazə veriblər. İcazə verməsində onu da dərc ediblər. O yazır burada. Burjuva millətçiliyi mövqeyindən yazılmış, marksizmə zid, qeyri-elmi bir kitabı tərifləməklə mən Sovet tənqidçisinə yaraşmayan bir iş tutmuşam. Sovet oxucularının fikrini çaşdırıb, tarixi həqiqətin təhrif edilməsinə kömək etmişəm. Mən öz kobud səhvimi bütün ciddiyyət və etiraf edirəm. Sonra buranı, mən kitab müəllifinin şəxsi şöhrət məqsədi güdüyünü başa düşməyib, kör-körana ona inanmışam. Sovet ədəbiyyatşünasına yaraşmayan bu hərəkətim üçün Sovet ictimaiyyəti qarşısında, partiya qarşısında müvəssirəm. İndi oxuyanda adama hətta biraz belə, nətər deyim, şarj kimi görürsənir, bu projektor kimi deyir, Bağırovun parlaq bir projektor kimi işıq salaraq öz səhvlərini görməyimə imkan verir. Yəni, bu dostudur, qırxı çıxmayıb bu adamın, amma o bunu eləməyə məcburdur, sağ qalmaq üçün. Yəni, yaşamaq üçün, işləmək üçün. Yəni, bunu eləməlidir. Halbuki, məsələn, mən əvvəl birinci kitabı yazanda bilmirdim ki, Heydər Hüseynovun özünün tənqid məktubları var. Demə, o da Bağırova məktublar yazıb və üzr istəyib, mən başa düşməmişəm, amma ona icazə verməyiblər ki, bəlkə belə yaxşı olub ki, icazə verməyiblər, ona ki, xalqın yaddaşında heç kəsdən üzr istəməyən bir insan kimi qalıb. Amma onun elə məktubları var. Amma onu çap eləməyə, hətta redaksiyalara da göndərib, amma onu çap eləməyə icazə verməyiblər ona. Yəni, özü də özünü tənqid edib. Yəni, başa düşmək olar o situasiyanı, bu da totalitar dövlət əxlaqıdır. Burada görürsün ki, totalitar dövrdə o kütlə əxlaqıdır. Yəni, kütlədən bir nəfər böyük, kimsə hepdən xoş gəlmədirsə, bütün cəmiyyət onu arxa çevirir, onu qəbul eləmir, onu özündən elə bir ki, o kənarlaşdırır. O tək qalır və tək qalında nə eləməlidir? Qorxu ki, sabah tutacaqlar uşaqlarlar və onun intihardan başqa əlac tapmır. Sonra bu kitabda bir məsələ də var. Deməli, kitabın ümumiyyətlə mətnlər barədə onların intertekst olmalıdır.
barədə. Biz bilirik ki, hər bir mətnin intertekstiyyatı, yəni bu nəzərdə tuturam ki, mətnlər arasında və mətnin içində. Hətta mən belə bir terminlə təklif edirəm, beynəli mətn. Ona görə ki, hər bir insan yazanda özünün başından yazmır ki, hansısa mətnləri istinad edir. Orada müxtəlif mətnlər var, çox mətnlər var. Məsələn, Heydər Hüseynovun mətnində hədsiz dərəcədə çoxdur mətn. Ona görə ki, burada bizim mütəfəkkirlərin əsərləri var, o dövrün müəllifləri nəsə. Yəni, çoxlu burada mətnlər var. O, vaxt deyir, mətnlə görüşəndə elə bir ki, o təmas nöqtəsində işıq yanır. Arxanı və qabağı işıqlandırır və mətn diyaloqa gedir. Mətn, bu sonra postmodernistlər bu ideyanı götürüb biraz da inkişaf elətdiriblər. Və burada deməli, mən 3 məsələnin üstündə qurmuşam, onun internetində 3 mətnlər. Bu, bilir ki, Heydər Hüseynov çox ideologiyalaşmış bir dövrdə. Yəni, başqa cürə, elə adam mənətər qalar ki, o dövrdə nəsə insanlar yazıblar, yaradıblar. Ona görə də orada səhvlər də var, təhriflər də var. Ona görə görmələrdən birini mən belə adlandırmışam, metodoloji çeviklik. Yəni, ya sən xalqı istəyirsən, onun fəlsəfi fikri, düşüncə, tarixi haqqında yazmaq istəyirsən, amma bu da belə baxanda mümkün deyil, çünki orada ideologiya var, o adamlar dindar olublar, tamam ki, Tolstoya məktubunda Zərdabi Tolstoya deyir ki, az qala deyir ki, ya sən müsəlmanlığı qəbul etsən, yaxşı başa düşməmişsən müsəlmanlığı, xristiyanlıqla bir deyil. Yəni, bunu verməlidir, ya tənqid eləməlidir, o cüzdan tutmaq ki, mühafizəkardır, bizim ədəbiyyatda onun zəif yerləri var, onda Azərbaycan fəlsəfəsi elə bir, Azərbaycan elə bir fəlsəfəsiz qalır da, fəlsəfəsi gərək olmasın. Ya da gərək yollar axtarasan ki, uyğunlaşdırmaq, Məmmədən lazım olan yerləri götürmək ki, ideologiya uyğun olsun. Ona görə ki, biləndə, nə isə biləndə, bilməyə bilmirsən. Bilirsən bunu, bilirsən ki, bu sənə ziyan edə bilər, bu söhbət, amma sən onu danışmaq istəyirsən. Və bu cürə, bu rakursla, bu kontekstdə mən onun əsərindən, böyük əsərindən 3 məsələyə diqqət yetirmişəm. Onlardan biri Füzuliyə aiddir, Füzuli mətləbli etiqadından bağlıdır. Əslində səhv edir burada. Birbaşa səhvlər də olur. Deməli, sonra ikincisi, o həmin Tolstoya, Zərdabin Tolstoya məktubuna əlaqədardır. O birisi də Kazım bəy, Axundova münasibətlə bağlıdır ki, burada Makavelski ilə Heydər Hüseynovun bir-birindən əks olmalı. Yəni, mətnlərdə həm münaqişə var, diyaloq, həm diyaloqa girəndə orada münaqişə də olur. O münaqişə anlarında orada verməyə çalışmışam. Sonra bu dövrlərdə, xüsusən ideoloji dövrlərdə tarix elə bir ki, siyasətə çevrilmiş, keçmişə çevrilir. Yəni, böyük ki, tarixdən danışılır, tarixi hadisələrdən danışılır. Amma ki, əslində o dövrün siyasəti nədirsə, o siyasətə uyğundur. Məhz bu, onunla belə bütün Heydər Hüseynovun başına gələn bəlalar da onunla bağlıdır. Ona görə ki, Heydər Hüseynovun kitabı yazmazdan əvvəl bir konsepsiya əsas idi. Hələ özü heç kəs onu ləğv eləməmişdi, həmin konsepsiyanı. Bu konsepsiyaya görə Rusiya, yəni müəyyən 3 konsepsiyadır. Bu, Rusiyanın bu qeyri-Rus xalqlarını işğal etdiyi, ərazisini işğal etməsi haqqında. Birinci konsepsiya idi ki, bu şər, mütləq şər. Yəni, Rusiya, Sovet dövləti, sosialistlər də fəhlə sinifinin dövlətdir. Rusiya hakimiyyəti düz tutmağı bu şərdir, işğaldır. Milli azadlıq hərəkatları bu xeyirli, yaxşı onlara qarşı mübarizə aparır. Sonra 30-cu illərdən sonra biraz millətçiliyi, Rus millətçiliyi daha da biraz yüksək qalxandan sonra yenə də belə bir kiçik şər konsepsiyası ilə sürüldü. Kiçik şər bu nə iş deməkdir, onun əsas irəliləşmələrindən biridir. Burada belə idi ki, yəni bu xalqlar üçün o həm də xeyirdir, düzdür. Onlar düz işğal olunub, bu torpaqlar, milli azadlıq hərəkatları var, onlar da düz mübarizə aparıblar. Amma eyni zamanda buradan o biri xalqlar,
az sayılı xalqlar qazanıblar da. Bu nəzəriyyədə Rusiyanın, elə bir ki, Rusiyanın tənqid eləmək, Çar Rusiyasını, yəni Sovet Rusiyasını yox, Çar Rusiyasını tənqid eləməyə imkan verirdi bu Heydər Hüseynova. O da onu götürür. Bəlkə də fikir vermir ki, bu çat verir, bu artıq konsepsiya işləməməyə başqa buna fikir vermir. Məsələn, ona qədər Şamilin şəkilləri çap olunur, dəstəklərdə Şamilin, Şeyx Şamil şəkilləri dərc edilir. Deyirdi, hə, Şeyx Şamil çox böyük bir qəhrəmandır, Milli Azadlıq Hərəkatının qəhrəmanıdır, yaxşı sözlər deyirlər. Amma o 44-cü ildən başlayaraq, özə bir məqalə oxumuşdum, orada deyir ki, bu nə qədər də bu qorxurdular burada, vəzifəli adamlar, balaca insanlar var, balaca insanlar idi. Yəni, onlar elə bir böyük vəzifələrdə işləmirdilər. Amma onların dedikləri keçirdi. Və Acivyan adında bir tarixçi, heç sonradan İzzət Ozu da edir. Bu Acivyan həm filosof idi, həm tarixçi idi, həm nə idi. Artıq 44-cü ildə müşavirə keçilən vaxt çıxıb başlayıb danışmağa ki, bəs bu bütün milli azadlıq hərəkatları yoxdur, Şamil vəhşidir, onun xalqı vəhşidir, bu milli azadlıq Rusiyanın ziddinədir, Rus xalqını alçaltmaq, belə də. Hətta orada tarixçilər oturub məhkəm qalırlar ki, belə ki, qulaqlarımızda orada biz bunu doğrudan düz eşitirik, yoxsa yox. Düz görürük. Yenə onun üzərində, yenə 47-ci ildə yenə də müşavir oldu, yenə o Acimyan danışdı. Amma hələ o qalib gələ bilmədi. Onu o Rus tarixçiləri məğlub etdilər, yerində ucuzlurdular. Amma ən deməli, nətər deyim, təsadüfi tarihin hükmü ki, iş elə gətirdi ki, məhz Heydər Hüseynovun kitabı sayəsində bu kiçik şərq konsepsiyası da tarixin arxivına verildi. Mütləq yaxşılıq konsepsiyası yarandı ki, ümumiyyətlə hər cəhətdən Rusiyanın işğalı bütün xalqlara xeyirdir. Və bunun Acimyan başlamışdı, Bağırov nöqtəsini qoydu. Və yeni Qafqazşünaslıq konsepsiyasının elə bir ki, banisi oldu. Bu bir konsepsiyalardan baxıb. Bir də insan amili, yaddaş və insan amili. Əslində, birinci kitabımda mən Bağırovu çox tənqid eləmişdim, yəni hər cəhətdən. Amma çox dərinə gedəndə baxırsan ki, bu insanlar hamısı, istər Bağırov olsun, istər Mirzə İbrahim olsun, istər dostunun dalınca sonradan da çıxmamış yazan Məhəmməd Arif olsun, istər o Seyidov olsun, bunlar hamısı insanlardır. Və onlar o dövrə görə hərə öz bacardığı kimi özünü saxlamaq var da, ya özünü qoruyub, ya həm yaradıcılıqla məşğul olub, həm də ki, müəyyən qədər bunları başa düşmək olar. Bu kitabda, o əvvəlki kitabda məsələn o yoxdur. Mən o ki, məsələlər var, Heydər Hüseynov Stalin mükafatı alandan sonra o ələfədə onun başına gələn müsibətlərin səbəblərini çox araşdırmışam, düzü çox üstündə oturmuşam ki, o tarixlərin, o ki, bizə belə deyir. Hə, o gün, o birisi gün, yaddan çıxır. Xatirələr elədir ki, xatirələr yaxşıdır, əlbəttə tarixi öyrənməkdə çox vacibdir. Amma orada səhvlər də çox vardır. Buna görə ki, biri, məsələn, hadisələrin xronoloji ardıcılığını unudula bilər, hansısa vacib nüanslar unudula bilər. Bəzən xatirə özü elə bir ki, qəsdən kimisə ləkələmək üçün də ölüb gedən adamdır, xatirə yazır. Elə də çox rast gəlmişəm mən. Yəni, ləkəliyir o adamı. Yəni, xatirələrə də tədqiqatçılar belə ehtiyatla yanaşmalıdırlar. Onu deməli, araşdırmalıdırlar. Və o, deməli, etapları ki, nə vaxt, hansı hadisə nə vaxt olub, bu kitabda mən ilk dəfə olaraq o ardıcılığı çalışmışam ki, bərpa edəyəm. Və Heydər Bağırovla əlaqədar deyim ki, niyə görə Bağırov? Bayaqdan dost deyirlər. Bayaqdan özü bilirdi ki, məsələn, yoldaşı, qaynatası 37-ci ildə tutulanlardan olub. Qardaşları Türkiyədə yaşayır, Türkiyə pasportu. Bunların hamısını bilə-bilə
o Heydər Hüseynovu vəzifəcə yəni böyüdürdü, ona şəfqət göstərirdi, sevgi göstərirdi, Stalinlə məruzələrini bir yerdə yazırdılar. Və birdən-birə necə oldu ki, birdən-bir adamın sifəti deməli çevrilsin. Hətta o Stalin mükafatını da deyirlər ki, onun xəbəri olmayıb. Hətta mən də yazmışdım ona, amma xəbəri olubmuş. Xəbəri necə olmaya bilərdi? Kim deməyə bilərdi, o Stalin mükafatlar verilir Azərbaycana. Təbii ki, Mirzə İbrahimov bu vaxtda indi o xatirələr var onda yazıb ki, bəs bu verirlər. Neyniyək biz? Bu da həmin anda dekabrda 60 illik idi Stalinin. Oturub məruzə yazırdılar, məruzə hazırlayırdılar, yubiley üçün, Bağırov üçün. Və o da deyir ki, hə, verirlər, almaq lazımdır, əgər Stalin mükafatı verirlərsə. Amma ya birdən-birə bunun fikri dəyişir. O da hamısı ona görə ki, əslində Bağırov özü də Cənubi Azərbaycanla əlaqədar Cənubi Azərbaycanı o müharibənin sonunda birləşdirməyə çalışır, onlara muhtariyyət verilməyə, çoxlu məktubları var idi. Sonra Daşnaqlar haqqında Stalinə məktub yazmışdı. Yəni, çoxluq onun özünün də düşməni çox az deyildi, yəni o MK-da. Ona görə də bu momentdə də Suslov zəng edir, deyir ki, buna, bu sizlə o nə belə bir tarixçi var, Şeyx Şamili tərifləyib. Ondan sonra bu oxuyur, baxır, dəyişilib bölgədə. Bəlkə də o da özünü qorumaq xətrinə bilir. Həm də digər tərəfdən ola bilər ki, deyir ki, məsələn, yaxın adam çox ərkildir axar. Mən belə başa düşürəm. Deyir ki, sən məni niyə zibilə salmışsan da, belə bu kitabına sən məni pis vəziyyətə salmışsan. O cürə, yəni bunlar da insanlar, bunlar da məsələn, İqbalırovun da oğlu təyyarəçi, qırıcı təyyarəçi olub, qəhrəman olub və yəni ki, o da insandır, belə düzdür. Bizim bu tənqidli mən onun da müsbət cəhətlərdə olur, mənfi cəhətləri ondan da çox olur. Amma dövrü təmsil edən obrazlardır. Bunların həvəsi bir cürə. Eyni zamanda həmin hətta Heydər Hüseynovun o qəhrəmanları da o obrazlardır. Onlara münasibət, Sovet dövrünün münasibəti obrazı. Ona görə də axırıncı deməli, bölməni mən fəlsəfənin təsəllisi, poeziya məsələləri kimi fəlsəfənin təsəllisi adlandırmışam. Bu, mən çox danışdım, burada çoxlu problemlər qoyulub. Sözümün, mən çıxışımın axırında elə qutardığım ki, yəni kitabı bitirən kimi də bitirmək istəyirəm. Spinoza'nın sözlərini. Ümumiyyətlə, bu insanlar hamısı gediblər, indi sağ deyirlər, halıq dünyasındadır. Və biz çox məsuliyyətli olmalıyıq ki, həm onların obrazı yaradılanda, həm həmin dövrün hadisələri yaranında düzgün yaradılsın. Bu səhvlər bir kitabdan o biri kitaba, sonra ildən ilə, əsrdən əsrə keçməsin ki, axırda o doğru fikir, həqiqət tamam üstü qara ləkənlə örtülürsün. Ya bunun qarşısını, bu səhvlərin qarşısını almaq çox vacibdir. Və bir də əsas məsələ anlamaqdır. Orada Spinoza deyirdi ki, gülməyin, ağlamayın, nifrət etməyin, amma anlayın. Mən də çalışmışam bu kitabda, gülməyim, amma halbuki ağlamaqdır. Çox sağ olun. Yaxşı, diqqətlə qulaq asdıq, çox sağ ol Arzu xanıma. Bir-iki məqamı qeyd etmək istərdim. Dinlədim və başqa adamlar da kim çıxış etmək istəyər, buyurun. Bir-iki məqamı. Aydındır ki, çalışırıq ki, bir gün tutaraq, həmişə kimi, ənənəli olaraq bizdə belədir. Vacib məsələdir, bu aydındır. Çox maraqlı məqamları Arzu xanım toxunub, böyük iş edir, bu aydındır. Bir-iki məqamı qeyd etmək istərdim ki, fəlsəfənin də müəyyən mənada, yalnız fəlsəfə tarixini yox, həm də fəlsəfənin burada, necə deyirlər, izi görək. Birincisi, Heidegger və Hannah Arendt. O yalnız tələbəsi yox, o həm də sevgilisi. O demək istəmədim da, yaxşı. Özünüz deyirsiniz ki, hər şey açıq və s. Amma bu hələ belə məsələ deyil. Mən dedim fəlsəfədən danışıyorum. Biz bilirik ki, Sovet İttifaqında
totalitarlıq var idi. Amma Almaniyada da var idi və Heidegger öz aramızda rektor olub Hitlerin vaxtında. Hannah Arendt isə ən böyük vırışqan alim olub Hitlerə qarşı. Bu deməkdir ki, baxın, necə maraqlı bir reallıq Almaniyada formalaşır. Sevgilisi faktiki olaraq anti-nasistlara qarşı vuruşur. Həm də Yahudi verilmiş. Onu da demədim, yadımdan çıxdı. Çox sağ ol. Bu maraqlıdır. Sovetin, hələ bil ki, Sovetin necədir, daha qəddardır. Hələ bil ki, onun sözü deyir. Niyə? Ona görə ki, o bir tərəfdən akademiyanı yaratdılar. Və siz baxın, necə böyük adamları seçdilər. Olur ki, biz bugün elə böyük adamları seçə bilmirik öz aramızda. Da reallıqdır. Demokratik şəraitdə olur ki, lazımları seçə bilmirik. Amma o Sovet totalitarizmi vaxtında çox yaxşı seçdilər. Bu maraqlı məsələdir, onu hələ belə buraxmaq olmaz. Bu deməkdir ki, seçimlər maraqlı, müqayisələr maraqlı və hətta bir məqamı da qeyd etmək istərdim, bu da çox maraqlı tərəflərdəndir. Fəlsəfə Azərbaycanda ənənəvi olaraq necə formalaşır? Belə çıxır ki, Heydər Hüseynov'a baxsaq və başqalarını baxsaq, belə çıxır ki, Azərbaycanı hələ bil ki, kənardan ayrı etmək istəyirlər, hələ bil ki. Yalnız Azərbaycan fəlsəfəsini öyrənmək istəyirlər. Halbuki, fəlsəfə universaldır, unikaldır və böyükdür. O, həm milliliyi, həm dünyaviliyi birləşdirir. O, Sovet vaxtında var idi, ya yox idi. Bu məsələ çox maraqlıdır. Mən yadıma düşür ki, cavan, gənc vaxtlarımda Vaprosi filosofiyonu açırdım, oxumaq mümkün deyil. Yalnız şuarlar. Bu təxmini 64-66-cı illərdir. Amma misal üçün 72-75-ci illərdə kifayət qədər Vaprosi filosofiya jurnalı dərin və dəqiq oldu. Bu deməkdir, Sovet İttifaqı müəyyən böyük yol keçdi. O, Stalinin vaxtından keçdi. Bu maraqlı məsələlərdir. Və yadınıza salıram ki, Ulu Öndərin dövrləri 69-82 il. Bu deməkdir, Sovet İttifaqının totalitarlığı bir mənalı olmamışdır heç vaxt. Həmişə dialektik inkişafda olan bir reallıq idi. Başqa məsələdir ki, 80-ci illərdən bu, necə deyirlər, inkişaf bitir və ona görə də, necə deyirlər, Sovetdə bitir. Və üçüncü məqamı qeyd etmək istərdim, halbuki qeyd etmək çox şey olar və müzakirə apara bilərik. Sovet İttifaqının fəlsəfəsi. Biz onda, o Sovet vaxtında yalnız fəlsəfə tarixini görürük, yaxud fəlsəfəni görürük. Maraqlıdır, burada baxışlar fərqli ola bilər. Misal üçün, mən belə başa düşürəm ki, dövlət çetin duruma düşür 80-cı ortalarında. Amma fəlsəfə hələ bir ki, inkişafa başlayır. Azı Mamardaşvilini yadınıza salıram. Həm Azərbaycanda da biz onu gördük. Misal üçün, Zəid Orucov o vaxtlarda bizim institutun direktoru oldu. O daha, necə deyirlər, ideoloji fəlsəfə deyildi. Yaxud ideologiyası həm fəlsəfənin inkişafı ilə bağlı idi. Bu deməkdir ki, yalnız ideoloji məsələlər tam deyildi. O köynə 80-ci illərdə fəlsəfə, daxil fəlsəfə tarixi yalnız deyildi, həm fəlsəfəsi də yaranmışdı. Bu reallıqları biz görməliyik. Niyə? Ona görə ki, biz Stalinin vaxtlarında baxanda biz görməliyik ki, orada, misal üçün Heydər Hüseynovda, ya başqalarında yalnız fəlsəfə tarixi bizim üçün bir gün var. Yaxud həm fəlsəfə ola bilər. O, hələ belə məsələ deyil, çetin məsələdir. Və nəhayət dördüncü məsələ, maraq doğurdu məndə. Yaddaş məsələsi. Kifayət qədər də olmasa, müəyyən mənada yaddaşdan yazmışam. Amma maraqlıdır. Yaddaş nədir? Niyə neyisə unuduruq? Bu məsələ, yaddaşı işləyəndə neyi unuduruqdur vacib məsələdir. Ona görə ki, maraqlıdır. Misal üçün, ermənilər bizdən beşbətər
yaddaşlarını sevirlər. Amma yaddaşı tam uydurmadır. Bu deməkdir ki, uydurma məsələsi yaddaşla çox sıx bağlıdır və biz çalışmalıyıq ki, bizim yaddaşımız uydurma olmasın. Uydurma sözü yaxşı səsləndir, amma biz fikirləşməliyik ki, yaddaş elmi fəlsəfə ilə birgə olmalıdır ki, uydurma olmasın. Bu da elə asan məsələ deyil. Biz bilirik ki, bizdə də olub vaxtı ilə biz tariximizi necə baxmışıq? Bir mənalı baxmışıq. Hələ Sovet vaxtını götürsək. Amma indi yanaşmalar fərqlidir. Hansını seçək? Bu deməkdir ki, fəlsəfə tarixinin inkişafında fəlsəfənin böyük yeri var. O, yaxşını pisdən, olanı olmadan ayrılmalıdır. Mənə maraqlı oldu Arzu xanımın çıxışı, kitabla da danışın, mənada məqalələri ilə də. Maraqlıdır, necədir, həmişə gözləyirik ondan yaxşı kitablar. İndi kimin sözü var? Mən bir kitabında... Buyurun, Füzuli müəllim. Cəbi müəllim sonra İradə, sən istəyirsin sözü ya yox? Onda mən qarışırsın. Və birinci onu qeyd edeyim ki, çox gözəl bir hadisədir ki, bir Azərbaycan filosofunun əsərini ümumiyyətlə bizim fəlsəfi fikir tariximizin dövrləşdirilməsi kontekstində müzakirə edilir. Müzakirənin məzmunu necə olur olsun, bu ümumiyyətlə bizim bu kimi məsələlərə yanaşmamızda yeni bir mərhələni göstərir. Təbii fikirlər müxtəlif olacaq, amma hər bir halda Arzu xanımı bununla bağlı təbrik edirəm. Çünki həm də ona görə ki, Sovet dövründə bizim görkəmli sayılan fikir sahiblərimizdən olan Heydər Hüseynovun yaradıcılığına bir baxış vardır, özü də fəlsəfə tarixi kontekstində. Sonra bu çıxışlardan burada bir incəlik var, onun üzərində dayanmaq istəyirəm. Mənə görə bir incəlik var. Çünki dövrləşdirmə məsələsi sadə məsələ deyil. Dövrləşdirilmə məsələsi çox ciddi elmi yanaşma, seçim və kriteriyalar tələb edən bir məsələdir. Tarixin dövrləşdirilməsindən bağlı ümumi məlumatlara baxsanız, bu barədə həm siyasi liderlərin, həm alimlərin fikirlərini görəsiniz. Yəni ki, burada əsas məsələ ondan ibarətdir ki, siz tarixi dövrləşdirməni hansı kriteriyalara görə aparırsınız? Bu asal məsələ deyildir. Bu insanın yanaşmasından, dünya özünə, mənsub olduğu cəmiyyətə və dünyaya baxışından formalaşır, gəlir. Və burada tədqiqatçı üçün mürəkkəb olan bir mərhələ başlayır. İdeyadan konseptə keçid, konseptdən konsepsiyaya keçid, konsepsiyadan ideologiya və məfkuraya keçid. Və bu dövrləşdirmə, əgər biz bir elmi hadisə adlandırırıqsa da, Flekin belə xəbərdar elədiyi və çox həssas saydığı bir məqamı bilməliyik. Deyir ki, Flek 20-ci əsrdə yazırdı ki, Ludwig Flek, yazırdı ki, ümumiyyətlə faktlar mövcuddur, amma faktlar baxışa görə dəyişir. Ona görə də hər bir yanaşma faktiki yanaşma deyil, faktiki yanaşma yoxdur, faktoloji yanaşma var. Yəni, faktin necə qiymətləndirilməsi, dərk edilməsi, onun anlanması məsələsi var. Faktoloji yanaşmada da çox müxtəlif seçimlər ola bilir. Siz hansı prizmadan baxıb yanaşırsınız? Məsələn, Fleki məcbur edirdilər ki, faşist ideologiyası prizmasından elmin inkişafını deməli xarakterize eləsin. O, bundan ustalıqla imtina elədi. Kollektiv düşüncə tərzi anlayışını daxil edərək, ümumiyyətlə, indi də çox aktual olan bir yanaşma formalaşdırdı. İkinci məqam, məsələnin özünün mürəkkəbliyi ilə ibarət. Çünki fəlsəfə elə təfəkkürün elə bir istiqaməti sahəsidir ki, bütövlükdə cəmiyyətin fəaliyyətinin ən ümumi səviyyələrinlə bağlıdır. Belə bir səviyyədə olan prosesi dövrləşdirmək üçün çox konseptual bir yanaşma lazımdır, yüksək səviyyəli yanaşma lazımdır. Arzu xanımın təqdimatında tarixi yaddaş məsələsinə burada önəm verilir. Mən haqq qazandırıram, fikir düşünürəm ki, doğru yanaşmadır. Amma İlham müəllimin də çıxışında belə bir məqam oldu. Baxın, tarixi yaddaşı necə görürsən, ona necə baxırsan, tarixi yaddaş nədir sualına necə baxırsan, burada tarixdə həm tarixşünaslığında, həm fəlsəfə tarixində fərqli yanaşmalar vardır. Mən onun birinə, deyək ki, müəllim də bilir, Foucault və Fukuyama xətti deyə bilərəm. O birisinə Jean-Baptiste Vico, Rousseau
Hattın, Franz Yates, Hattın və s. bu xətt deyirlər. Bunlar tarixi yaddaşa fərqli yanaşırlar. Birincisi, tarixi Foucault'un və ya tarixi yaddaşa yanaşmasında hər bir tarixi mərhələnin özünün tarixi yaddaşı olur və o həmin mərhələnin tarixi, sosial, mədəni, mənəvi faktorlarından müəyyən olur. İkincisi də eynidir. Amma birincisindən ikincisinə tam olaraq məntiqi keçid eləmək risklidir, deyir Foucault. Ona görə də bunların hər birinə ayrı-ayrı baxmaq lazımdır. Jean-Baptiste-dan gələn xəttə isə belə deyil. Bir məntiqi ardıcıllıq görülür və o məntiqici ardıcıllığın da ən yaxın ifadəsini Franz Yates əsərində verilmişdir. Franz Yates'in deməli, orta əsrlərin əlyazmalarını araşdıran kitabında tarixi yaddaşa nə deyir? Deyir, tarixi yaddaşın kəsişmə sahəsidir. İstoriya это перекрестка исторической памяти. Və bunu Hattın inkişaf elətdirir öz əsərində. Onun üçün də Hobsbawm'ın, Aryes'in, Halbach'ın, Rousseau'nun... Kimin? Yox, Noron'dan sonradır. İstifadə edir. Deməli, Patrick Hattının bu yanaşmasının Woodward'da daxildir İngiliz poeti, amma müasir tarixşünaslıqda bu cür yanaşmanın ən görkəmli nümayəndələrindən biri Zeynəddin Məmnunun dediyi Fransız tarixşünası Pierre Nora. Pierre Nora'nın Fransa yaddaşdır, əsaslandırmaq üçün nələr? Mən bunların üzərində niyə bir qədər genişlədim? Çünki baxışlara baxın, fərqlidir. Hansına üstünlük verək məsələsi müzakirə olunmalıdır. Biz tarixin dövrləşdirilməsinə fəlsəfi aspektdə yox, fəlsəfənin, fikrin, təkamülünün dövrləşdirilməsinə fəlsəfi aspektdə necə baxırıq? Bunlar ayrı şeylər. Onu müəyyən eləməliyik. Və burada bizim üçün baza rolunu oynayan bir təcrübə varmı? Vardır. İngiliz təcrübəsi var, Fransız təcrübəsi var, Alman təcrübəsi var, qonşumuz Rusiya təcrübəsi var ki, bizə daha yaxındır, Amerika təcrübəsi var və nəhayət, mən burada demək istəyirəm, tam səmiyyətlə demək istəyirəm, akademik səhabətlərinin bədii təfəkkürün dövrləşdirilməsi konsepsiyası var. O konsepsiya 3 prinsip əsasında qurulur, 3 yanaşma, 3 kriteriya götürür. Onlardan birincisi Azərbaycançılıq. İndi gəlin görək bu Azərbaycançılıq ideyasını, bu yanaşmanı, bu kriteriyanı qədimdən başlayaraq indiki dövrümüzə qədər Azərbaycan fəlsəfi fikrinin dinamikasında necə görə bilirik? Bunun müzakirəsi aparılmaz. O birisi məsələlər haqqında deyirəm, çünki həm vaxtlardır, həm də çox geniş mövzudur. Təşəkkür edirəm. Bir də təbrik edirəm. Cəbir müəllim, sözün varsa buyur. Çox təşəkkür edirəm dəvətinizə görə. Əlbəttə ki, mən birinci dəfə ki, burada belə bir müzakirədə iştirak edirəm. Birinci növbədə müəllifi təbrik etmək istəyirəm. İlham müəllim, sizi kollektivizmlə bir yerdə təbrik etmək istəyirəm. Çünki mənim üçün bir tarixçi kimi bu əsərin xüsusilə adı mənə diqqətimi cəlb etdi. Filosof və dövr. Burada o tarixi dövrlərlə bağlı öz fikirlərini bildirirlər. Bu Sovet dövrü deyilən, yəni 1920-ci ildə başlayan ta 91-ci ilə qədər elən dövr sadə bir dövr deyil. Çünki bu dövrü yaradanlar, yəni bu dövləti yaradanlar, həm də bu dövrün əsasını qoydular. 1917-ci ilin oktyabrında Trotski hələ o hərbi çevrilişə qədər belə bir çıxış edir. Deyir ki, biz əgər oktyabrda, inqilabda Rusiyada qalib gəlsək, Rusiyanı elə bir səhraya çevirəcək ki, orada yalnız ağ zəncirlər yaşayacaq. Biz elə bir qan seli axıdacaq, elə bir qan gölü yaradacaq ki, bütün bəşəriyyət onları görəcək, bizim qabağımızı dil çöküb, tir-tir titrəyəcək. Və bu işdə bizim yanımızda okyanın o tayında olan bankirlər dayanacaq. Çox qəribəydir. Televiziya verilişlərin birində sual verdim, bu bankirlər kimidir? Bax, bugünkü Ukraynanın düşdüyü vəziyyət mənim həmin suala cavabı tapmağa kömək elədi. Məsələ orasında ki, o Sovet sistemi deyəndə, xüsusilə 30, 40 və 50-ci illərin da 53-cü, 54-cü ilə qədər dövr çox mürəkkəb. Bəlkə də bu söz belə zəif səslənir, çox ağır bir dövrdür. İnsanlığa qarşı indi fikir verir, əgər elə 2-ci Dünya müharibəsini götürdükdə, demək, orada bəzi rəqəmlərdə 60 milyon
bəzi rəqəmlərdə 80 milyon insanın məhv edilməsi keçmiş SSR məkanında rəsmi olan rəqəmlərə əsasən 29 milyon insan tələf oldu. Onun da böyük, belə deyirdim, indi Azərbaycan olması, Azərbaycanın ikisi orada təxminən demək götürəndə 630 min nəfər yaşadır. Son rəqəmlər ki biz araşdırdıq, orada demək onu göstərir. Burada insanlığa həmin sistemin olan münasibətindən irəli gəlir. Hələ ona qədər yandır. 30-cu illər ki, o repressiyalar kimi daxil olub, təsəvvürə gətirin, bir Zəngilan rayonunun ərazisindən 163 ailəni, hər ailədə təxminən 4-5 nəfər olanın hamısı sürgün edirlər və gülləliyirlər. Mən də sual verdim, televizyonda, bu millətin günahına idi. Və 80 minə qədər insan o vaxtda repressiya oldu. Bu hamısı o sistemdən irəli gəldi. O heç kimi əfv etmirdi. Bir balaca səhvə görə heç kimi əfv etmirdi. Və haqqını tapdalıyırdı. Mən bu əsərlərlə bir çox faktlara rast gəldim ki, məsələn, biz Azərbaycan xalqının, nümayəndələrin böyük əksəriyyətinin haqqı pozulur. O cümlədən, əgər o haqqı verirlərsə, o alanda da elə bir cəza verirlər ki, o insan ya dünyasını dəyişməlidir, ya da məhv olmalıdır. Burada mən, demək, siz rəhmətli Heydər Hüseynovun həyatı ilə bağlı çox geniş bütün materialları mən tanış oldum və onu qeyd edeyim ki, məni daha çox diqqətimdə cəlb edən bir mövzu, siz bunu 4 dildə çox eləmişsiniz. 4 dildə vermişsiniz, elədir mi? Yəni, o strukturun. Yəni, burada... Bəli? Yox, bilirəm. Yəni, orada o vermişsiniz ki, söhbət kitabın məzmunu nədən ibarətdir? Bu, mənim çox diqqətimi cəlb edir. Çünki bunu oxuyan şəxslər də biləcək ki, söhbət nədən gedir? 1944-cü il may ayının 27-sində Heydər Hüseynova, o doktorluq müdafiə etmək, əsərlərinin cəminə görə SSR Nazirlər Soveti, Təhsil Nazirliyi yanında, o vaxtı Alət Söz Komitesi Nazirlər Sovetinin yanında deyil. Bu Heydər Hüseynova doktorluq demək, əsərlərinin cəminə görə doktorluq demək, alimlik dərəcəsi verir və ondan əvvəl isə 2 il əvvəl bir hadisə baş verir. Ona Mircəfər Bağırov tərəfindən mərkəz töhmət verilir. Siz bu məsələyə toxunmuşsunuz. O Erməni Qilqaryanın hətta ona görə də Tarix Müstənin direktörü İsmail Hüseynov vəzifəsini əvaz edirlər. Çünki o kitab məndə var. Həm də o, mən axirdən həmən o protokolu da çıxır. İnternetdə də var. Bəli, bəli. Yəni, söhbət ondan gedir ki, baxanda Mircəfər Bağırovun şəxsiyyətində bir neçə simanı görmək olur. Bu millətçi kimidən çıxış edir. Məsələn, onun Cənubi Azərbaycan məsələsində belə bir o Əziz Əliyev missiyasını göndərərək deyir ki, əgər sizin hər birinizdə zərrə qədər Azərbaycanlı qanı varsa, siz Cənubi Azərbaycan məsələsini həll etməsiniz. Amma digər məsələyə gələndə, birisi tamam başqa bir nəzərə gəlir. Bağışlar məni, orada bir məktub da var, yaxud sözlər var, indi yadımda deyil, bağışlayın. Stalin deyir ki, mən Bagerov üstündə Azərbaycanlıların üstündə müharibəni başlamışsın. Bu da maraqlı, bu deməkdir ki, hələ belə məsələ deyil. Stalin fikirləşə bilərdi ki, Azərbaycanlılara artırmaq lazımdır, amma böyük müharibə. Həsən Seyinovun xatirələrində var. Orada çox mənalı bir Stalin yazır ki, cavabında, mən 5 milyon Azərbaycanlıdan ötürü 3-cü Dünya müharibəsini başlada bilmərəm. Yəni ilk dəfə o 5 milyon rəqəmi də orada səslənir. O zaman İranın əhalisi 14 milyon nəfərdir. Bəli, o rəqəmlər müxtəlif. Və buna görə də burada bilirsiniz, Heydər Hüseynov olan münasibət təsadüfi deyil. Çünki burada mən sizə bir şey deyim ki, Mircəfər Bağırovun yanında olan adamlar Moskvaya danışlar götürür. Özbüskilər yazırdı. Hətta bir epizodu mən sizə deyə bilərəm ki, onun demək köməkçi Sərkisoğlu'nun söhbəti var. Deyir, nə oldu? Həzəslanovu öldürdünüz, Pişəvərini öldürdünüz, növbə mənimdir. Bu 48-ci ildə oldu. Bilirsiniz mi? Yəni bu sadə məsələ deyil. Digər bir məsələ deyəcəm. Əlifşət Quliyevi gecə ikən saat 1-də evə telefon gəlir. Zəng gəlir ki, şəhər mərkəzi komitədə olub, evdə ağlaşma düşdü.
Bilmirlər nəyə görə çağırır. Deyib, getdi saat 2-yə qədər, evdə daha hamı qohumlar yığışır. Ki, daha girəcək. Özü zəng gedir ki, kişi məni çağırdı. Bilirsiniz ki, onlar ləqəbi elə bildi, kişi məni çağırdı. Tapşırdı ki, bu ermənilərin, bu gürcülərin tarixi yoxdur, tarix yazırlar. Amma Azərbaycanın bu qədər qədim tarixi var. Get, otur, ətrafına yığ, heyyət düzəl və tarix yaz. Həmin kitaba görə, deməli, o 2 cilidlik maket İstoriya Azərbaycan Rus dilində, orada o Cənubi Azərbaycan tarixini struktura salır. Ona görə cəzalandırıb, onu 68-ci ildə ona 16 peyvənd etdirərək başladır. Deyin görün, bir alimə 16 peyvəndi eləsən, mən həkimə rəy çalıyorum. Və bunların da başında duran bilirsiniz kimidir? Çox ağada çəkir. Sus var. Sus durur. Nazim Hacıyev kimi bir mərkəz kardinal. Da, seri kardinal deyirlər. Bunlar, bilirsiniz, Arzu xanım, çox mənim diqqətimi cəlb edən bir çox məqamlar var, amma bilirsiniz, bunu hər kəs oxumalıdır. O dövrü anlamaq üçün, istər fəlsəfi nöqteyi nəzərdən, tarixi nöqteyi nəzərdən, anlamaq üçün çox mühüm bir əsər ortaya qoymuşsunuz. Mən sizə dərin təşəkkürümü bildirəm, çünki o şayələrdən söhbət azdır, hamımız şahidik. Demək ki, bu Azərbaycan televiziyalarında adam baxdıqca əti tökülür. Kim araqlamaq istəyir, xüsusilə xanımlar elə üzr istəyir bunu. Araqlamaq istəyirsinizsə o verilişlərə baxın, ətiniz töküləcək. O qədər savadsız, o qədər mənasız. Ay başda durun, bu ölkə bəyən bir artistlərdən ibarət. Başda durun, bir iş olmur. Bunun filosofu var, bunun alimi var, tarihçi alimi var, bunun fizika var, bunun milli qəhrəmanı var. 220-dən çox milli qəhrəman var. Və yaxşı bunları çağırır günahı, sən necə milli qəhrəman oldun? Bu həyat yolunu danışsın da. Bu artist nə qədər artist olacaq, başladı. O vaxtı başladılar, İlhan bələ, belə bir verilişdir, ANS televiziyasında çox zərbələr vurdu bu İctimai fikir demək tarixinə, dahilərin divanı. Başladım, sən kimsən ki, Şah İsmail'i müzakirə edirsən? Sən kimsən, Nizamini müzakirə edirsən? Bilirsiniz mi? Yəni ki, xəbərimiz var. Doğrudan da biz xoşbəxt adamlar ki, biz bu akademiyanı yaradanlar, o sütunlar ki vardı, Azərbaycan elminin sütunları. Mən şəxsən özümü xoşbəxt sayırım ki, o insanlarla təmasda bunlarla bir yerdə işləmişim. Nizami haqqında rəhmətli Rüstəm Əliyevin 81-ci ildə belə məqalələr toplusu tərtib edib, amma giriş sözün özü verir. Orada Azərbaycanlı müəllif yoxdur. Görün, dünyanın ən tanınmış alimləri Nizami haqqında nə deyir? Durub, bunlar Nizamini müzakirə edir ki, niyə fars dilində yazdı? İndi düşürlər yazmışsın ki, niyə rus dilində bilir? Kişi, elə deyil. Biz elə bir yerdə yerləşdirik ki, bu ərazidə hamının gözü var. Və mən onu da sizə deyim ki, mənim apardığım araşdırmalar, o sözümün əvvəlində dediyim söz təsəvvürə deyildi. O yırtıcılar ki vardı. 2 dünya müharibəsi Bakının üstündə. Mən o faktları görəndə mən dəhşətə gəldim. Sual verirəm, bu istən çökür, Bakıda olur. Yox. Amma 18-ci ildə yazır ki, əgər neft kraliçadırsa, Bakı onun tacıdır. Bakıda olmamısan, Bakı neftinin qoxusunu dağmamısan, sən bu sözü niyə deyirsən? Sonra Arxsızlarla üzə çıxdı, bilirsiniz, buradan aparılan, İngilislər tərəfindən aparılan neftin ümumi həcmi bilirsiniz nə qədərdir? 113 milyon rubl qızıl oldu. 112 ton qızıldır. Bunu deyəcək də təbii ki. İndi ki, Ukraynanın görürsünüz, bu önünə şək qoyurlar. Sərvətləri verin, sizə kömək edəcək. Eləyəcək mi? Eləməyəcək. Bunların bu faktları çoxusu bilmir. Mesela Budra Gülsan deyirlər ki, Topçu Başev güya 19-cu ildə ondan o Paris Türk Kongressini görüşür. O deyil. O Mırgıntayla görüşür. O şərtləri qoyunda ondan sonra axı nümayəndə heyətinin pulu yoxdur. İnanmadım, təsəvvür gedir. O Nobelə müraciət edilir. Ki, bəs bizim nümayəndə heyətinin pulu. Çünki Bakı neftində bunların çox böyük birinci yeri onlardır, səhvlərin həcminə görə. Mənim sizə verəcəyim pul yoxdur. Və nəyə görə mən bunlara almaq səbəb nədir? Səbəb o idi ki, Rockefellerin nümayəndəsi Hayford Nobel şirkətinin 50.000% səhvlər olmuşdur.
Amma Cəbilmədim, unutmayın ki, o vaxtlar imperiyalıq yalnız dövlətlər var idi. Respublikalar yox. Haklısınız ama bir məqam var. Hemen bayaq dediyim o oktyabr çevrilişi, ona ayrılan Rockefeller'in, Nobel'in ve Rothschild'in vesayeti ne kadar bilirsiniz? 102 milyon 290 bin dolar ve Bakı neftini sattılar 21. ildə. Hemen borcu qaytardılar. Ve burada o düşünce sahipleri ki vardı, siz burada qeyd eləmiş Heydər Hüseynovun simasını, onların hamısını bir-birine danışırdı. Bilirsiniz, bu böyle sade mesele değil. Ona göre de bu kitap benim için şahsen bir tədqiqatçı kimi çok kıymetlidir. Size teşekkür ederim, tebrik ederim ve tabii ki böyle eserleriniz çok olsa bizim ictimaiyyətimizdə çox doğru məlumatlar alırlar ve ona göre de size teşekkür ederim, minnətdarım, sağ olun. Təbriklər, kifayət. Təbriklər. Təbriklər, Arzu xanım, bir də